Ben sürücü kimi gəlmişdim. 10 il hardasa sürücü işlədim. İndi hal-hazırda müdiriyyət tərəfindən sürücülükdən ambarlar gəlmişəm. İndiki ambarımda 4 nəfər işçim var. Sağ olsunlar da, onlar da çox nümunəvi işçilərdir. Valla indiki gənclərə arzum budur ki, biz işlədiyimiz dövrdə kimsə soruşurdu, harada işləyirsin, deyirdik FAB-da. FAB şirkəti, qardaş, bunlar necə bir-birinə elə bir ki, istiqanlıdır ki, bir ailədirlər də. Hamı həsəd aparırdı ki, bu FAB şirkəti necə qurulub, bunlar necə iş gedir ki, bunlar bir ailədir. Ona görə ki, bu bizim şirkət rəhbərimiz Müşk müəllim başda olmaqla, Anar müəllim, Şahiq müəllim, bizlə elə bir ki, bir yoldaş, dost, qardaş kimi rəftar eləyirdilər. Kimin nə problemi oldu, həll eləyirdilər. İndiki gənclərə nə arzum budur ki, o birlik olsunlar, əl-ələ verib işlərin bir yerdə aparsınlar ki, bu FAB şirkəti 25 il biz bu dövrə gətirib çıxartmışıq. Bundan da sonra arzumuz budur ki, FAB şirkəti həmişə uzun ömürlü olsun. Bizim şirkət 25 illik FAB-ı Müşk müəllim başda olmaqla, Anar müəllim, Şahiq müəllim bir yerdə çalışıblar ki, bu günə gəlib çıxmışıq. 25 il yox, mən uzun ömür arzu edirəm ki, 100 illiyin, 150 illiyin davamiyyəti geçsin. İndi düzdür, biz yaşlaşırıq, cavanlar, öz övladları bu şirkəti həmişə belə uzun ömürlü eləsinlər. Ona görə FAB şirkətinə uzun ömür arzulayıram.